əsasən İlkan Kiyev oyunu başdakı oyundan daha vacib. Sizin üçün çempionat oyunları final oyunu vacibdir, yoxsa əsas çempionat oyunu? Yox, bizim üçün hər bir oyun vacibdir və rəqibin məşqçisi belə bir ifadə deyəsən işlədir, amma ola bilər ki, hansısa bir xor verir. Yəni, heç bir məşqçi istəməz ki, Avropa Liqasında kənarda qalsın. Yəni, ola bilər bəlkə bizi haradasa biraz sakitləşdirmək istəyir, amma yəni, digər açıqlamalarına baxsaydınız ki, yəni, bu iki oyundan maksimum xal əldə etmək istəyirdilər, yəni 6 xal əldə etmək istəyirdilər, çünki şans idi əllərində. Belə yəni, o fikirlərə biz o qədər önümü verməliyik, amma bizim üçün daha çox ölçümüzlə məşğul olmalıyıq və həm çempionat, həm Avropa qruplar bizim üçün çox önəmlidir, çünki hər bir oyun, yəni hər bir futbolçu üçün böyük bir təcrübədir. 2 gündən sonra artıq Papaz Premier Liqasında oyununuz var. Müraciət olacaqmı FİFA-yə? Komanda yorğundur, istirahət lazımdır və növbəti Dneprdə buradakı oyun öncəsi tam özünə tam gəlməsi üçün FİFA-yə müraciət fikirləşirsinizmi ki, oyun təxirə salınsın? Yox, düşünmürəm müraciət etməyə, çünki yəni bir oyun biz müraciət etdik, hansı ki Naxçıvanla oyun və çox müzakirələrə getdi, istər-istəməz ki, bəs fiziki yorğunluq, fiziki çatışmazlıq, amma yəni bu sırf onunla bağlı deyil, bəzən görsən komandanın belə deyək, daha çox mənim narahatimə bəzən onların psixoloji durumu olur, hansı ki biraz uğursuz nəticədən sonra görsən futbolçular bəzi oyuna %100 qələbə qazanmaq üçün çıxırlar, amma onu əldə edə bilməyəndə görsən futbolçuya biraz mənəvi həddindən az çox təsir edir. Və hər bir məşqçi bəzi düşdüyü situasiyadan çalışır ki, düzgün çıxış yolu tapsın və o anda mən bunu hiss etdim ki, belə bir müqavilə etsək, yəni yox da çəkməsə, yəni mən normal qarşılayacağım bunu, onda ikinci variantın başqa bir variant əldə edəcəkdik. Yəni belə sağ olsun o vaxtı qəbul etdilər, amma indi düşünürəm ki, komandanın o qədər də oyunu təxirə salmağa ehtiyacı yoxdur. Çalışır ki, qarşıdakı oyunları keçirməyə. Bu komandanızın növbəti mərhələyə keçmə şansı necə qiymətləndirirsiniz? Yəni ikinci pilləni tutub play-off'a çıxmaq olar. Yox, mən oyundan sonra da öz fikirlərimi bildirdim. Yəni, bu barədə düşünmürük, çünki bu barədə düşünsək, hər bir futbolçu bu təsir edə bilər ki, digər play-off'a düşməyə. Ona görə bizim üçün vacib olan qarşıdakı oyunu düşünməkdir, hansı ki, bu oyun, Bakıdakı oyun, oradakı oyunun daha da çətin, daha da ağır olacaq. Buna görə ancaq sizin bu oyunda bu, ikinci barədə ümumiyyətlə düşünmürük. Yəni, Bakıda Dneprdən oyunda qələbə qazansaz, şanslar artacaq. O barədə danışmayaq çox. Yəni, hal-hazırda bizim qarşıda 3 çempionat oyunumuz var. Bu oyunlara hazırlaşmalıyıq və bu qələbəni biz o qədər də böyütməyək. Çünki 3 xallı sistemdə bir məğlubiyyət istənilən rəqibin əlindən ala bilər öz yerini. Buna görə biraz danışmasaq, az danışsa daha yaxşı olur.